Bir də bizim belə bir şəklimiz var. Gəlin şəkil əsasında tapşırıqları eləyək. Birinci şəkil və qabağındakı dərsdə bizdə zeri, zeranı göstərir. Biz bilirik ki, zeri, zera vardır deməkdir. Tək olan isimlərlə zeris, cəm olan isimlərlə zera işlənir. Nest yuvadır, nest of birds, quş yuvası. İndi there is a nest of birds in the tree. Ağacda quş yuvası var. There is a frog beside the lake. Gölün yanında qurbağa var. Zeriz dedik çünki tək olan isim başlayır. Məsələn, a bee bir ayı deməkdir. There is a bee sitting on a plant. Bitkinin üzərində bir arı var. Bax, lots of flowers, çoxlu güllər. There are lots of flowers, çoxlu güllər var. Baxın, clouds in the sky, səmada buludlar. There are clouds in the sky, səmada buludlar var. Sonra 6-ya baxın. There is a boy and a girl, bir qız və oğlan var. Və two sheep, 2 qoyun. There are two sheep deyəcəyik. Çünki 2 cəm deməkdir. Gəldik bu biri tərəfə. Uşaqlar, burada ikinci yazı və ikinci şəkildə əslində bizdən true, false istəyir. Amma biz bunlara geniş cümlələrlə cavab veririk. Məsəl üçün, there are 6 children in the picture. Şəkildə 6 uşaq var, amma şəkildə 6 uşaq yoxdur. 3 uşaq var. Biz baxın, bax bu şəkilə baxırıq. Deməli deyirik, there are 3 children in the picture. İkinci şəkildə, there are lots of apples growing on the tree. Yes, there are lots of apple growing on the tree. A duck is swimming on the lake. Yes, it's true. There is a duck and it is swimming on the lake. The washing line is hanging up between the tent and the tree. Washing line sərgidir, asılları paltar. Yes, there is an apple tree and a tent and washing line hanging up between them. Görürsünüz, cümlələri geniş tuturam. A boy is standing on the rag. Yes, there is a red rag lying on the grass and a boy is standing on the rag. There is a banana in the picnic basket. No, there is not any banana. There is bread in the picnic basket. A dragonfly is flying over the lake. Dragonfly biz uşaq vaxtı vertolyot deyirik. Uşaqlar, siz nə deyirsiniz? Baxın, uçur gölün üstündə. Deyirik, yes, there is a blue dragonfly over the lake and it is flying. A girl is lying on a sunbed eating sandwich. Yes, there is a girl lying on the sunbed, but the girl isn't eating sandwich. The girl is eating ice cream. A girl is playing in the paddling pond. Yes, there is a pink paddling pond, but girl is standing in the paddling pond. She wears, bu nədir uşaqlar? Yellow swimsuit deyək. Keçdik ikinci şəklə. Uşaqlar, suallara cavab verirsiniz. Üçüncü şəkildə mətni oxuyub cavablar veririk. When are the autumn months? September, October and November are autumn months. Where are the children? Children are on the field. Who is collecting leaves? Anna is collecting leaves. What is Paul doing? Paul jumping in the puddles. What are the animals doing? Animals are looking for food. Dördüncü şəkildə isə uşaqlar tapşırığı davam edici zaman formasında eləyəcəksiniz. Yazacaqsınız. Məsəl üçün yazırsınız, the duck is swimming on the lake. Əmizlər üstə gərək ing-dən istifadə edirsiniz. Peter is skating on the lake. Miranda is throwing a snowball. Rosie is making a snowman. Lisa is sledging. The birds are looking out of its bird box.
All the children are having a great time. Bu da bu formada olacaq. Mütləq bunu mənə səsli formada özünüz də bu cür danışıb atırsınız.